Salam uşaqlar, xoş gördük sizi. Bugün mövzu sınaq imtahanı altının izahına baxırıq birlikdə. Gəlin başlayaq. Birinci sualdan başlayaq. A və B müxtəlif rəqəmlərdir deyil. Ən böyük hasil ilə ən kiçik hasilin cəmini tapın. Biz bilirik ki, müxtəlif dediyi üçün nə etməliyik uşaqlar? Birini tutaq ki, 0 götürürəmsə dedim, o birini 1 götürməliyəm. Ən kiçik deyirsə, 0 və 1-in hasili 0, ən böyük deyirsə və müxtəlif deyirsə 8 və 9-un hasilini götürürük, 72 və bunların da cəmini istəyir bizdən Y variantı cavabını veririk. İkinci sual. 2 rəqəmli ədədin təklik rəqəmini 3-ə, onluq rəqəmini 7-yə vurub alınan hasilləri toplasaq ədədin özü necə alınır? Deməli biz 2 rəqəmli ədədi A, B götürürük. Hayda. Yenidən başlayarım. Kəsərsən bunu rəsul. Salam uşaqlar, xoş gördük sizi. Mövzu sınaq imtahanı altının izahına gəlin birlikdə baxaq. Başlayaq birinci sualımızdan. A və B müxtəlif rəqəmlərdir deyir. Bizdən hasilin ən böyük və ən kiçiyinin cəmini istəyir. Müxtəlif sözü dediyi üçün və ən kiçik dediyi üçün biz 0 və 1-in hasilini tapırıq. Cavab olur 0. Ən böyük və rəqəmi müxtəlif dediyi üçün 9 və 8-in hasilini tapırıq 72. Bunların isə cəmi edir 72 Y variantı. İkinci suala baxırıq. İkinci sualda 2 rəqəmli ədədin təklik mərtəbəsinin təklik rəqəmi deyir 3-ə, onluq rəqəmi isə 7-yə vurduqda. Yəni uşaqlar biz bilirik ki, 2 rəqəmli ədəd AB-nin açılış şəkli, yəni mərtəbə topanlarına ayırma şəkli 10A üstəgəl B kimi qeyd edirik və biz burada deyir ki, təklik rəqəmi 3-ə vurduqda, yəni B-ni 3-ə vurduqda 10A üstəgəl B bərabərdir. Təklik rəqəmini 3-ə, yəni B-ni 3-ə vurduqda 3B, onluğu isə, yəni A-nı isə 7-yə vurduqda 7A alınacaq. 10A-dan 7A çıxdıqda 3A, 3B-dən 1B çıxdıqda isə 2B. Yəni bizim AB 2 rəqəmli ədədimiz 23-dür. Cavab Y variantı. Üçüncü suala baxırıq. Bizə uşaqlar 2 hasili verib, ədədin hasilləri verib və hər iki hasili də 23-də, 11-də sadə ədədlərdir. 23, 1 və 23-dən başqa heç bir vuruğu yoxdur. BC-də də 11 verib, 11-də həmçinin. Deməli, burada da hər dəfə, hər ikisində də B iştirak edib. Deməli, B-nin qiyməti 1-dir. O zaman A-nın qiyməti olacaq 23. C-nin qiyməti isə 11-i nəyə vursaq 11-i alarıq, 1-dən 11-i. Cavab da olacaq burada C də bərabərdir 11 və hər birinin cəmi 1, 23 və 11. Bunların da cəmi edəcək 35 A variantı. Dördüncü suala baxırıq. Bizə rum rəqəmi ilə verib ədədi uşaqlar tələb edir ki, onluq say sistemində yazaq və təkliklər sinifinin neçə vahidi olduğunu göstərək. Deməli, ədədimiz 1764-dür və bizə də təklik sinifi istəyir. Təklik sinifində neçə vahid var? 764 vahid var. C variantını qeyd edirik. 36-cı suala baxaq uşaqlar. 36-cı sualda bizə deyir ki, daha doğrusu üzr istəyirəm 5-ci suala. 36 ədədinin ən böyük böləni, 36-nın ən böyük böləni 36-dır. 36-nın ən kiçik bölünəni də yenə 36-dır və bunların cəmini istəyir bizdən ki, 72-ni, yəni 36-dan neçə dəfə çoxdur. Neçə dəfə çoxdur olduğunu tapmaq üçün 72-ni 36-ya bölürük və 2 alırıq. Cavabımız A variantı. 6-cı sualda isə uşaqlar, mən vaxta qənaət baxımından bəzi sualların həllini yazmışam. Gəlin birlikdə izaha baxaq yenidən. Deməli, bizə 2 bərabərsizlik verib, biz buradan X-in və Y-in qiymətini tapmalıyıq. Amma burada baxın, ifadənin ən böyük qiyməti istəyir. Yəni, fərqin ən böyük qiymətini yazmaq üçün azalanı ən böyük, çıxılanı isə ən kiçik götürməliyik ki, ən böyük ədəd alaq, düzdür? İndi biz birinci burada başlayaq nədən?
X-in qiymətini mən tapmışam burada. X kiçikdir 10, böyükdür 6. Burada da 7, 8, 9 X-in natural həlləridir, cavablardır. Amma biz burada Y-i də tapmalıyıq ki, Y-in ən böyük qiyməti 11-dir. Yəni 11-ə həm kiçikdir, həm bərabərdir. Y-in də qiyməti edəcək 11. Ona görə də biz 11-dən 7-ni çıxırıq. Cavabı alırıq 4. Yəni C variantı. Baxaq 7-ci suala. Kərim dayının aldığı pomidor ştillərinin sayı 19-dan çoxdur, 100-dən isə azdır. O ştilləri hər cərgədə 16 və 24 ədəd olmaqla əkərsə. Buradan məlum olur ki, bizə uşaqlar, biz bu misalda, məsələdə daha doğrusu 16 və 24-ün əkobunu tapmalıyıq. Bu da edəcək 48. Amma bizə baxın, 90-dan çox, 100-dən azdır deyir. Yəni 90 və 100 aralığında lazımdır. Bizim bu şərtimizi 48 ödəmir. Ona görə də mən 48-i yoxlayıram, vururam 2-yə, edir 96. Artıq 3-ə və başqa da vurmağa ehtiyacımız qalmır. Cavab 96 Y variantını qeyd edirik. 8-ci sualda da deməli bizə tənlik verib ki, buradan X-i tapmağımızı istəyir. Qismət şəklində verib uşaqlar, amma mən bunu adi kəsir şəklində yazmışam. Sürətləri bərabərləşdirmək üçün 90 ilə 40-ı ixtisara aparıb 45-ə bərabərləşdirmişəm. Artıq sürətlər bərabərdir. Bərabər olmayan isə məxrəcdir. Gəlin bunu məxrəci bərabərləşdirək 20-yə. Və X böl 2 bərabərdirsə 30-a. X-in də qiyməti bərabər olacaq 60-a. Cavabımız D variantı. 9-cu sualda isə uşaqlar, deməli, X-a, Y-ə mən hər birinə 1 vermişəm. Belə yazaq da. X-a da, Y-ə də istədiyiniz rəqəmi verə bilirsiniz uşaqlar. Məsələn, X, Y-ə mən 1 versəm, cavab olacaq 110.110 bölünsün 11. Bunun da cavabı edəcək. Buna cavabı edəcək 110.000, 100.000, bir dəqiqə üzr istəyirəm. Cavab edəcək 100.000, 10.100. 10.100. Bunu da yuvarlaqlaşdırırıq minliklərə qədər. Cavabımız olacaq 10.000. Yəni D variantı. 10-cu sualda da uşaqlar, mən artıq burada deməli mötərizənin kənarında olan 2-ni 2-yə bölmüşəm. Mötərizənin içindəki hər bir həddi toplamışam. A-ları 1, B-ləri 1, C-ləri 1 toplamışam. Və 9A, 18B, 24C-nin cəmini almışam. Mənə isə burada baxın uşaqlar verib ki, 3A, 6B, 7C bunların cəmi 140 verib. Mən isə baxıram ki, A, B-ni və C-nin hər birini 3 dəfə artırıb. 3 dəfə artıq olduğu üçün mən 140-ı da 3-ə vururam. Çünki 3 dəfə az olanda 140 idisə 3 dəfə çox olanda neçə olacaq? Cavab olacaq 420 B variantı. 11-ci sual. Yenə burada həmçinin mötərizəni vurmanın paylama qanunundan istifadə edərək mötərizədən azad etmişəm. A-ları, B-ləri, A və D verilib, bir də natural ədəd verilib. Bunları bir toplayıb çıxıb. Cavabı 17A üstə gəl 25-dir, çıxılsın 18 almışam, yəni A variantı. Və 12-ci suala keçək. 12-ci sualda bizə deyir kvadratın perimetri verilib. Deməli, kvadratın perimetrini tapmaq üçün biz bilirik ki, 4A düsturu var da, düzdür. Və həmçinin nəyə bərabərdir deyir? Bərabərdir 25 bölünsün A 25, 9B bölünsün B 9, 6Z bölünsün Z 6, yəni cavab edəcək 28. 4A 28-dirsə, 4A 28-dirsə, A-nın qiyməti neçədir? 7. Bizə də tərəfini soruşurdu, C variantını veririk. 13-cü sualda yenə bizə X və Y-lərdən ibarət ədədlər verilib ki, 4 rəqəmli və 3 rəqəmli bunların fərqini istəyir bizdən. Amma fərqin ən kiçik qiymətini istəyir. Fərqin ən kiçik qiyməti olması üçün uşaqlar
Bayaq xatırlayırsınızsa, fərqin ən böyüyünü istəyirdi. Azalanı ən böyük, çıxılanı ən kiçik götürdük ki, ən böyük cavab alaq. Burada isə əksinə ən kiçik qiymət istəyir. O zaman mən azalanı da, çıxılanı da bir-birinə yaxın ədəd götürməliyəm ki, cavabım da ən az alınsın. Deməli, x-larla verib o deməkdir ki, x-a 1 vermişəmsə, hər birinə 1 verməliyəm. 1111 çıxılsın 999. Bunun da cavabı alınıb 112. 112-nin bölənləri isə 4 ədəd 2 və 1 ədəd 7 idi vuruqları. Cavabı da belə tapırıq. Qüvvət üstləri 2 var. Uşaqlar, bax bunlar. Bunların hər birini bir vahid artırıb bir-birinə vuraraq natural bölənlərin sayını tapa bilirik. Cavab olur 10, Y variantı. 14-cü sualda da həmçinin yenə tənlik şəklində yazırıq, qismət şəklində verib tənlik şəklində yazırıq və sürətləri bu dəfə bərabərləşdirmişik. Məxrəc isə 3x-10-la 72-ni bərabər etmişik. Yəni 3x bərabərdir 62-yə və x-in də qiyməti buradan 62-ni biz 3-ə bölməliyik. 62-ni 3-ə bölmək üçün də deməli kəsr kimi yazmalıyıq. Çünki tam bölünməyəcək 3-ə. X bərabərdir 62-ni 3-ə böldükdə edəcək 20 tam 3-də 2. Bizdən isə nə soruşur? Tənliyin kökünün tam hissəsini soruşur. Yəni 20-ni soruşur. Cavab C variantı olacaq. Və 15-ci sualda isə uşaqlar, 15-ci sualda ifadə verilib bizə və deyir ki, bunun cavabını tapın. Bu mötərizənin içərisinə baxıram ki, birinci mötərizənin içərisi olacaq 148. Burada bu bir mötərizənin içərisi isə olacaq 4. Yəni 148 ilə 4-ü bir-birinə bölsəm, cavabı alacam 37. Yəni B variantı. 16-cı sualda uşaqlar bizə rum rəqəmləri verilib və deyir hər birindən bir dəfə istifadə edin. Ən böyük ədəd yazın və ən kiçik ədəd yazın. Bunları isə toplayın. Deməli, mən bu rum rəqəmlərinin simvollardan hərəsindən bir dəfə istifadə edərək belə bir ədəd yaza bilərəm. Yəni M, L, X, Y. Yəni 1061. Ən kiçik isə deməli, yenə də düzəldə bilərik. M, X, Y, bu da olacaq 1041. Və bunların da cəmini istəyir bizdən. Bunların da cəmi olacaq nə? 2102. Yəni C variantı. 17-ci suala baxırıq. 17-ci sualda əkob 12, 18, vurulsun əbob 20, 35. Əkob 12, 18-i cavabı edəcək 36, əbob 20, 35-in cavabı edəcək 5, 36 ilə də 5-in hasili edəcək 180 D variantı. 18-ci sualda A 00 ədədi tam kvadratdır və bizdən də ifadənin ən böyük, ən kiçik qiymətini istəyir. Ona görə biz bilirik ki, 00 deyirsə, deməli, ancaq yalnız bir ilk rəqəmi dəyişməliyik və kvadrat olunan ədəd almalıyıq. Bu ədədimizin ən kiçiyi 100, ən böyüyü isə 900-dür. 900-dür. Deməli, buradan baxıram ki, uşaqlar, 900 və 900 düzəltdim, amma mənə A-nı, yəni birincini və 9-u soruşur. Yəni, nə edəcəm? 1-in kubu üstəgəl 1. Bu da edir 2. İkincidə isə 9-un kubu üstəgəl 1. Bu da edir 729. Bu da edir 730 toplayanda. Və hər ikisində cəmini istəyir bizdən. Cavab olacaq 732 C variantı. 19-cu sual. Deməli, burada yenə biz x-i tapmalıyıq. Uşaqlar verilən tənliyə əsasən. X-in qiyməti 15-dir. Sonra da gətirib burada yerinə qoyub hesablamalıyıq. Yəni 2 tam 7-də 1 vurulsun x. Vurma üçün də düzgün olmayan kəsrə çeviririk qarışıq ədədi. 7-də 15 vurulsun 15 alırıq. Və burada da 15-i 15-ə vurduqda surətə yazırıq. Deməli, 15-in kvadratı edəcək 225. Aşağıda isə 7, məxrəcdə 7 və bunu da böldüyümüz zaman cavab olacaq 32 tam 7-də 1. Yəni C variantı. 20-ci suala baxaq. Elə rəqəmlər var ki, o rəqəmlər son rəqəmi, tam kvadratın son rəqəmi ola bilmir. Bu rəqəmlər hansılardır uşaqlar? Sonu 2 ilə bitən, 3 ilə bitən, 7 və 8 ilə bitən kvadrat yoxdur.
ve bunların da hasili 336'dır. 336'nın isə bölənləri deməli 2 üstü 4, 3 üstü 1 3'ümüz var və bir də ədəddə 7'miz var. Bayaq göstərdiyim kimi qüvvət üsləri ki var uşaqlar, bunları bir vahid artıraraq 5 vur 2 vur 2 artırıb bir-birinə vururuq, hasili alırıq 20 A variantı. 21-ci sualda kəsirlərdən neçəsi bərabər deyil? Bərabər olanlara baxaq uşaqlar. 3'də 1 ilə 9'da 4 bir-birinə bərabər deyil. Çünki bərabərləşdirmək üçün 3'də 9'da 3 olması lazım idi. Bu bərabər deyil. 27'də 9, 3'ü 3'ə vursam, deməli 1'i də 3'ə vursam, yox 9'a üzr istəyirəm. 3'ü 9'a vurub, 1'i də 9'a vurub bu cavabı doğru almışıq. 3'də 1 ilə 20'də 9 bərabərdir. 9'da 5 bərabər deyil. 27'də 18 bərabər deyil. 24'də 8, hər birini 8'ə vuraraq əldə etmişik. Deməli 3'ü doğru, 3'ü yanlışdır. Bizdən də doğru olmayanı soruşur. Cavab B variantı olur. 22-ci sualda isə uşaqlar A çıxılsın 17 verilib bizə. Yəni 2 ədədin hasili 17'dir. Və biz bilirik ki 17 sadə ədəddir. Yəni 1 və 17'dən ibarətdir. 1 və 17'nin hasilindən ibarətdir. Deməli A çıxılsın B-yə 1, A B üstə gəl 6 isə 17 ola bilər. Və mən belə yazıram ki 22-ci sualı. B üstə gəl 6, 17'yə bərabər dediksə, B-nin qiyməti olacaq 11. A çıxılsın B-yə, yəni 11'ə də, B-yi artıq 11 tapmışıq da. A çıxılsın 11'ə də 1 vermişiksə, A-nın da qiyməti olacaq 12. Və bizə də deyir ki, bunların hasilini tapın. 11 və 12'nin hasili edir 132. Cavab olacaq 132. 23-cü sualda deməli 25 mötərizənin içərisini yazaq. 25 üstə gəl 2 AB bərabərdir. 345 bölünsün 3 edir 115. Və 2 AB nəyə bərabərdir? 115'dən 2 deməli 25'i çıxırıq, cavabı alırıq 90 və 1 AB-miz də olacaq 45. 2 rəqəmini də soruşsa 45 cavabı veririk, amma bizdən hasilini soruşur. Yəni 4 ilə 5'in hasili edir 20. Cavab olacaq 20. 24-cü sualda uşaqlar. Biri digərindən 6 dəfə çox olan, birini mən A götürürəmsə, digərini də götürəcəm 6A. Bunların deyir cəmi ədədlərin kiçiyindən, yəni A-dan 42 vahid çoxdur. A üstə gəl 42, belə bir tənlik qururuq. Deməli 7 A-dan 1 A-nı çıxıram, edir 6A bərabərdir 42. A da bərabərdir 7. Kiçik ədədimizi A götürmüşdük. Ona görə də A-nın cavabını, kiçiyin cavabını da 42 veririk. Daha doğrusu üzr istəyirəm uşaqlar, 7 veririk. Böyük istəsəydi 6'nı 7'yə vurub 42 deyərdik. Və nəhayət ən sonuncu sual, 25-ci suala baxaq. Bizə deyir ki, həm ədəddir, neçədə doğrudur. Həm ədəddir, həm rəqəm. Xeyr, doğru deyil, natural ədəddir. Səhvdir. İkinci, müxtəlif ölçü vahidlərini müqayisə etmək olar. Bəli, amma bir şərtlə ki, hər birini eyni vahidə gətirməliyik. Onluq say sistemində ədədlər soldan sağa yox, sağdan sola mərtəbələrə bölünür. Yanlışdır. Rəqəmləri yazarkən ədədlərdən istifadə olunur. Xeyr, ədədləri yazarkən rəqəmlərdən istifadə olunur. Doğru deyil. Sonlu sayda rəqəm var. Bəli, ədədlər bazisində 10 sayda rəqəm var. Ona görə bu cavabımızı doğru götürürük və bizdən də neçəsi doğrudur deyir. İkisi doğrudur. 2 cavabını veririk. Belə, bu qədər uşaqlar. İnşallah ki, növbəti imtihanda görüşmək ümidi ilə. Allah əmanət olun. Sağ olun. Hələlik.